Salam uşaqlar. Sualımızda deyilir ki, şəklə əsasən AB-ni tapın. Baxın, burada D nöqtəsi ilə K nöqtəsi bizə verilməmişdi. Mən D ilə K-nı qeyd etdim ki, çünki o bizə lazım olacaq məsafə olaraq. D nöqtəsini kök həddə 3 verib, həmçinin K nöqtəsini kök həddə 3 verib və bizdən AB-ni istəyir. Bir də bizə OKB üçbucağında O bucağının 60 dərəcə olduğunu, K bucağının 90 dərəcə olduğunu bizə vermişdir. Yəni nə demək istəyir? Burada baxın uşaqlar, OKB üçbucağında əgər O bucağı 60 dərəcədirsə, artıq B bucağımız 30 dərəcəli bucaqdır. Bizim OK məsafəmiz uşaqlar kök həddə 3-ə bərabərdir. Həmçinin OD məsafəsi də kök həddə 3-ə bərabərdir. Biz də bilirik ki, baxın, bu düzbucaqlı üçbucaqdır. Yəni OKB düzbucaqlı üçbucağında 60 dərəcəli bucaq arasında duran BK tərəfi 30 dərəcəli bucaq arasında duran, yəni OK tərəfinin kök həddə 3 mislinə bərabərdir. OK-mız nədir? Elə kök həddə 3. Yəni kök həddə 3-ü vuracağıq kök həddə 3-ə. Yəni tapdıq ki, BK məsafəmiz bizim 3-ə bərabərdir. Bizdən AB-ni istəyir. Uşaqlar, AB-ni tapmaq üçün biz AK-nı bilməliyik. Bu da ODAK kvadrat olduğuna görə, OD kök həddə 3 olduğuna görə artıq AK da kök həddə 3-ə bərabərdir. Və bizdən AB-ni tapmaq üçün uşaqlar, biz BK-dan, yəni bütöv BK parçasından AK parçasından uzunluğunu çıxmalıyıq. Yəni 3-dən BK-mızı 3 tapmışıq, çıxmalıyıq kök həddə 3. Düzgün cavab C variantı.